Tovuz rayonunda ötən ilin müvafiq dövrü ilə nisbətdə əhali sayında artım var. Evlənənlərin sayı çoxalıb, boşanmalar isə azalıb. Belə ki, 2024-cü ildə 220 nikah bağlanıb, 77 boşanma olub. 2025-ci ildə isə nikahın sayı artaraq 278-ə çatıb. Boşanmalar isə azalaraq 64 olub. Bu barədə daha ətraflı məlumatı Tovuz rayon statistika idarəsinin rəisi Niyazi Tağıyev məlumat verib. 2025-ci ilin aprelin 1-i vəziyyətinə ilkin məlumatlara görə Tovuz rayonunun əhalisinin sayı 0,1% artaraq 178 min nəfər təşkil etmişdir. Əhalinin ümumi sayının 20,5%-i şəhər, 79,5%-i kənd sakinlərinin, 50,2%-i kişilərin, 49,8%-i qadınların payına düşür. Rayon əhalisində 2025-ci ilin yanvar-mart aylarında təbii artım 111 nəfər, doğulanlar 390 nəfər, ölənlər 279 nəfər ölmüşdür. Niyazi Tağıyev həmçinin 2025-ci ilin yazlıq əkin sahələrində artıq əkinin başa çatdığını və ötən ilə müqayisədə əkin sahələrində də artım olduğunu bildirib. İdarə rəisi həmçinin rayon sakinlərini 2025-ci ilin 15 iyun 15 avqustunda Respublikada keçiriləcək kənd təsərrüfatının siyahıya alınmasında aktiv iştirak etməyə çağırıb. Könül Kazımova, Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.